Salam dostlar, mən bu videoda sizə trading və yatırım sahələri barədə danışacağım. Bir çox insan düşünür ki, trading qumar kimidir və burada qazanmaq mümkün deyil. Amma reallıq tam fərqlidir. Trading şans oyunu yox, bilik, intizam və düzgün qərarlar üzərində qurulan bir sahədir. Bu videoda mən sənə tradingdə necə qazanmaq olar, hansı yatırım sahələri mövcuddur və yeni başlayanlar nələrə diqqət etməlidir, bunları sadə dillə izah edəcəyəm. Trading, maliyyə bazarlarında qiymət dəyişikliklərindən qazanc əldə etməkdir. Burada məqsəd aktivləri ucuz qiymətə alıb, baha qiymətə satmaqdır. Bu aktivlər valyuta, kriptovalyuta, səhm və ya qızıl ola bilər. Əsas fərq ondadır ki, trading qısa və orta müddətli qərarlara əsaslanır və plan olmadan edilən hər əməliyyat risklidir. Tradingdə qazanmaq üçün 3 əsas prinsip var. Birincisi bilikdir. Texniki analiz, şam qrafikləri, trend xətləri, dəstək və müqavimət səviyyələri bilmədən bazara girmək düzgün deyil. İkincisi risk idarə etməsidir. Heç vaxt bütün kapitalı bir əməliyyata qoymaq olmaz. Peşəkar traderlər bir əməliyyatda yalnız kapitalın kiçik bir hissəsini riskə atır. Üçüncüsü isə psixologiyadır. Qorxu və acgözlük ən çox pulu məhv edən faktorlardır. Planın varsa ona əməl et. Zərər olduqda emosional qərar vermə. Trading və yatırım üçün bir neçə əsas sahə mövcuddur. Forex bazarı, valyutalarla ticarətdir. Likvidliyi yüksəkdir, amma risklidir. Kriptovalyutalar, Bitcoin, Ethereum və digər rəqəmsal aktivlərdir. Yüksək qazanc potensialı var, lakin qiymətlər çox tez dəyişir. Səhm bazarı, şirkətlərin paylarını almaqdır. Uzun müddətli yatırım üçün daha stabil sayılır. MTL-lər, qızıl, neft, gümüş kimi aktivlərdir. İqtisadi qeyri-sabitlik dövrlərində ön plana çıxır. Əgər tradingə yeni başlayırsansa, mütləq demo hesabdan istifadə et. Birbaşa böyük pullarla bazara girmək düzgün deyil. Özün üçün bir strategiya seç və onu daim təkmilləşdir. Sosial şəbəkələrdə verilən tez varlanma vədlərinə inanma. Unutma, bazarda qalmaq qazanmaqdan daha vacibdir. Trading səni bir gündə varlı etməz. Amma düzgün yanaşma ilə sənə maliyyə azadlığına gedən yolu aça bilər. Əgər bu mövzular sənə maraqlıdırsa, kanala abunə ol, videonu bəyən və fikrini şərhlərdə yaz. Növbəti videolarda daha dərin strategiyalardan danışacağıq.